Gecə yatağa girirsiniz, amma yuxunuz gəlmirsə, bu səhvləri eləməyin. Videonu yata bilməyən yaxınlarınıza göndərin. 1. Axşam saatlarında çox çay, kofe və enerji içkisi içməyin. Bu içkilərin tərkibindəki kafein maddəsi sinir sistemini oyadır. Nəticədə yuxu qaçır. 2. Yatağa uzandınızsa telefona baxmayın. Çünki baxdığınız videolar və xəbərlər beyni oyaq saxlayır. Bu da ki, yuxunu qaçırır. 3. Yatmamışdan əvvəl əsəbiləşməyin. Stres və əsəb gecə yuxuya getməyə mane olur. Əgər bunları eləmisiniz və yenə də yuxunuz gəlmirsə, melatonin məhsulu qəbul edə bilərsiniz. Bu məhsul Almaniyanın Sun Life markasına məxsusdur. Bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində yuxu hormonu adlanan melatonin, maqnezium, sakitləşdirici bitki olan melisa, B1, B6 və B12 vitaminləri var. Məhsulun tərkibindəki melatonin maddəsi yuxuya getmə müddətini qısaltmağa, maqnezium və B qrup vitaminləri isə sinir sisteminin normal fəaliyyətinə yanaşı olaraq dəstək olur. Melisa bitkisi isə öncəki videolarımızda dediyimiz kimi sakitləşdirici özəlliyi ilə istifadə olunur. İstifadə qaydası isə belədir. Deməli, gecə yatmamışdan 1 saat əvvəl məhsulun bir bağlamasını ilıq suya əlavə edib qarışdırıb içirsiniz. Lakin içdikdən sonra sükan arxasına oturmaq tövsiyə edilmir. Həmçinin hamilə xanımlar və süd verən analar istifadə eləməmişdən qabaq həkimlə məsləhətləşsələr yaxşı olar. Almaniya istehsalı Sun Life melatonin məhsulunu bildirim ki, bütün apteklərdən əldə edə bilərsiniz.